Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Nazirlər Kabinetinin bəzi hüquqi aktları Prezident İlham Əliyevin ədliyyə orqanlarının qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə fərmanla uyğunlaşdırılır. Xəbər verilir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət İmtahan Mərkəzi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları dövlətin hüquqi şəxsləri ilə razılaşdırılmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının ədliyyə orqanlarının qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli 740 nömrəli fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətdə Nazirlər Kabinetinə təqdim etməlidir.